Yaxşı, bəs müəllimə, iri makaronlar neçə dəqiqəyə bişirdi? Salam müəllimələr, hər vaxtınız Əleyk xeyir. salam. Buyurun Gülər müəllimə, buyurun. Hə, zabitə müəllimə. İri makaronlar 20-30 dəqiqəyə. 20-30 dəqiqəyə bişirdi, bəs vermişil? 20-şil 12-15-dir, ərişdə də 15-20. Bəs lobyanın bişmə müddəti? 1 saat yarım, 2 saat. Və sonra müəllimə noxud idi orada. Noxudumuz bəs. Noxudda 1.5, mərcidə 1 saat. Mərci isə 1 saata bişirdi. Bəs yarpaq dolması neçə saata bişirdi müəllimə? O da 1 saat, 1 saat yarım. Yarıma bişirdi, tamam. Bəs onu neçə dəqiqə qoyurduq ki, şirəsini 10 özünə dəqiqə. çəkirdi? 10 dəqiqə. Bəs plovu neçə dəqiqə dəmə qoyurduq? 40-50. 40-50 dəqiqə dəmə qoyurduq, tamam. Daha sonra deməli sizdən danışaq müəllimə. Almanı neçə gün müddətində saxlaya bilirdik? Hansı temperaturda və nisbi rütubət nə qədər olmalı idi havada? O 0, elə 1-3-də deməli 30 gündən 360-da 1 ilə qədər. O 1 aydan 1 ilə qədər saxlama müddəti idi. Nisbi rütubətimiz nə qədər idi? O da 90-dır deyəsən. Yox, tək 90 deyildi. Tək 90 olan heyvadaydı müəllimə. 90-95 dərəcə idi nisbi rütubətimiz. 90-95-dir. Bir dənə heyva 90-dır. Doğrudur. Bəs bunun saxlama temperaturu nə qədər idi almanın? -1, -3, müsbət 3. 4 müəllimə. 4-dür. Bəli, -1, müsbət 4 dərəcəyə qədər biz onu bəli saxlaya bilərdik. Ümumiyyətcə almanın qışa saxlanması üsulu, yəni uzun müddət saxlanması neçə üsulunu öyrəndik biz? Bunları deyir, gliserinlə silmək lazımdır. Bir də duzlu suyla da, duzlu suyu əskini istədib ondan silmək lazımdır. 2 su. Duzlu əski ilə silmək müəllimə? Hətta duzlu suda isladıb qurutmaqda necə elə deyir. Deməli, müəllimə, bir vedrə suya 2 stəkan duz qatırdıq, almaları atırdıq həmin o duzlu suyun içərisinə, isladırdıq və bu şəkildə silmədən saxlayırdıq orada. Daha sonra... Yox, duzlu sudan çıxardanda silirdik, amma əgər onu biz deməli quruducu kameralar, soyuducu kameraları yerləşdirirdiksə, bu zamanda üstünü silirdikmi o almaları tək-tək? Yox, bilmirdik. Bir də bükmə üsulu ilə də saxlayırıq Leyla müəllim. Bəli, kağızlara bükürdük. Siz dediyiniz o qliserin üsulu artıq köhnə kitablardaydı. Bu kitabımızda bizim var idi, bir onu yonqar, ağac yonqarının içərisinə tökərək bu şəkildə hazırlayırdıq. Oduncaq yonqarında saxlamaq bir də... Kağızlara bükürdük, tək-tək kağızlara bükürdük. Bu şəkildə saxlayırdıq. Bir də duzlu suda, bir vedrə suya 2 stəkan duz qatırdıq. Almaları da bu suda isladırdıq. Sonra silirdik və yeşiklərə yığırdıq. Bu şəkildə də uzun müddət saxlamaq olardı. Bəs ümumiyyətcə almadır, yəni bu meyvələri hansı tərəvəzlərin yanında saxlamaq olmazdı? Sarımsaq, soğan. Sarımsaq və soğan kimi tərəvəzlərin yanında. Ümumiyyətcə sarımsaq və soğanda hansı vitaminlər bol idi? C vitamini də o. C vitamini. Doğru müəllimə, bəli, C vitamini bol idi. Daha sonra bir də müəllimə siz deyin görə saxlamaq üçün hansı meyvələr, yəni necə meyvələri seçməli idik biz? Hansı yox, necə də, yəni meyvələrin sağlam meyvələr də, bəli, yarası olmayan, necə deyir, deşiyi-meşiyi olmayan. Bəli, orta ölçülü yetişmiş meyvələri bəli, saxlamaq məsləhətli idi. Yaxşı, bəs müəllimə, siz deyin görə müəssisələrdə deyirdik ki, metalların üzünü qalayla örtən fəhlə peşəsinə nə deyirdik? Qalayçılar. Buna deyirdik qalayçılar. Yaxşı, əgər biz divarın səthini boya ilə boyuyurduqsa, yaxşı olardı ki, deyirdik, yəni işimizi tez yerinə yetirmək üçün nədən istifadə edirdik boyama vasitəsi kimi? Süngərli val. Valdan, tamam. Yaxşı, bəs bu süngərli valı müəllimə istifadədən əvvəl və sonra necə eləyirdik? Necə hazırlayırdıq işə? Onu deyir, biraz suda islatmaq lazımdır ki, eləməm, o suyu çəksin, yəni də, o çala çöpür deyir, nə deyir, kobud hissə olmasın da. Ona görə deyir, suda saxlamaq, sonra onu o qab var, o qabda deyir, oyan buyanı eləmək ki, o su təmiz olsun da, necə deyim, çala çötür olmasın.
Tamam. Bu müəllimə suya qoymaq fırçalardaydı. 20-30 dəqiqə fırçanı qoyurduq. Amma süngərli mütəkkədə həll edicidə saxlayırıq biz bunları. Bəli, istifadədən əvvəl həll ediciyə qoyuruq ki, yumşalsın. İstifadədən sonra da qoyuruq ki, o tərkibində olan boyalar falan axsın getsin də, həll edici onları söksün, aparsın deyə. Tamam. Yaxşı, onda bəs müəllimə, südün xarici görünüşünə baxalaraq necə keyfiyyətini müəyyən edə bilirdik? Südün xarici görünüşünü bilmirəm, amma deyir ki, köhnə olanda çürüyür, turşuyur da, elə mənim. Tamam. Üzü necə olur südün üzü? Qatılaşar da yəqin. Bəli. Bax müəllimə, ilk baxaraq, məsələn bir bankada bir süd varsa, ilk baxanda, baxaraq, dadına baxmadan, dadına baxsaq turşumağını bilərik. Bir xarici görünüşündən bilirik. Ondan sonra rəngindən bilirik, bir də iyindən bilirik. Ondan sonra qatlığından bilirik. Görürük ki, şeydir də, xarici görünüşündə rəngi, o rəngi biraz ağlıqdan daha çox beləsinə də, yəni biraz göyə çalan rəngə çevrilir. Aha, iyindən bilirik, həqiqətən də çox spesifik belə qoxusu olur. Bir də qatılığından da, sanki maye halından elə biraz daha qatılaşır o köhnəlmiş süd. Şey deyirlər, bulama deyirlər, bulamı yoxşuyur. Hə, elə bir ki, sanki qatıq, semetan kimi də bir hala çevrilir. Deməli, xarici görünüşünə baxanda rəngindən, iyindən, bir də qatlığından müəyyən eləmək olur ki, bu südümüz keyfiyyətsizdir və yaxud da keyfiyyətlidir. Bir də deyirdi ki, süd, köhnəlmiş süd, turşuyur, bir də qatılaşır. Bunu da yadımızda saxlayırıq. Ümumiyyətcə, südü neçə saat saxlaya bilirdik? Südü 20 saat. 20 saat, hansı temperaturda? O 4-8-dir. Bəli, müsbət 4-8 dərəcə temperaturda 20 saata yaxın saxlaya bilirdik. Yaxşı, onda bəs siz deyin, hansı vitaminlər idi ki, dondurulmuş halda daha yaxşı qalırdı? O PP-dir. PP vitaminimiz idi, bu da doğrudur. Yaxşı, bəs müəllimə, lehimləməni hansı materiallar üzərində yerinə yetirmək olurdu? Lehimləməli mis, laton, radio qəbul edicilərdir, belə bir şeydir. Bəli. Radioelektronika, Sonra da deyirdi ki, müəllimə bu şeydə də məişətdə nə istifadə edilir də belə. Tikinti materiallarında da həsta. Tikinti materialları olaraq nələri göstərmişdi bizə? Polad, çuqun, şüşə, keramika, qrafit, bax bunları yadımızda saxlayaq. Çünki bunlar adətən diqqət yetirməsə belə, orada düşsə bizə ki, şüşə, keramika ağla gəlmir də ki, şüşəni necə lehimləmək olur. Amma tikinti materiallarında bu cür məmulatları da lehimləyirlər. Lehimləmə üsullarımız hansı idi bəs? Hansı vasitələrlə lehim işini yerinə yetirirdik? Hansı vasitələrlə? Kanifol, onu deyirsiniz, kanifol, qalay. Yox. Şey deyirəm, müəllimə, vasitələrimiz də, məsəl üçün, əl lehimləmə alətindən sonra... Əl və elektrik. Tək bunlar idi mi, müəllimə, iki üsulla? İnfraqırmızı şüalarla, lazerlə... Onu deyirsiniz. Bəli. İnfraqırmızı şüalarla, bəli. 4 üsul, 4 vasitə ilə yerinə yetirə bilirdik. Əl lehimləmə aləti ilə, elektrik lehimləmə aləti ilə, infraqırmızı şüalarla və bir də lazerlə. Hansı ki, bu da yəni daha böyük işlərdə, tikinti materialları kimi belə deyək, işləri yerinə yetirərkən orada digər üsullardan istifadə edirik. Belə yadıma düşmədi, ancaq belə bildim də. Bildi, tamam. Yəni yadımızda bir dənə saxlayaq. Yaxşı, müəllimə, düşsə ki sizə sualda, düşsə ki birləşdiriləcək... Baxmışdım Leyla müəllimə. Elə? Nə gözəl. Zaten testlə sual cavab bir deyil də, bilirəm. İndi belə də insan bir dənə yadına düşmür, bir də var gözünüzün önündə olar. Onu orada tapmaq asan da olur. Əsas odur ki, yəni məlumatınız olmuş olsun da ki, testdə tərtib edə biləsiniz. Bəs müəllimə, desək ki bizə, birləşdiriləcək səthlərdəki boşluğu doldurmaq üçün istifadə etdiyimiz metal və yaxud da ərinti. Birləşdiriləcək deyilsə bu lehimdir də. Bu lehimdir. Aha. Bəs sizə desək ki, birləşdiriləcək hissələrin daha doğrusu arasındakı boşluqları doldurulur. Nə zaman? Bu da lehimləmədir. Lehimləmədir, bəli. Doldurulur deyirsə bir proses görürük ki, burada bir proses var. Bilirik ki, lehimləmə, bəli. Amma ərintidir, metaldır desə bilirik ki, bu hər hansı bir vasitədən danışır da bizə. Onda biz götürürük lehim.
Bir də müəllimə lehimləmədə yadımızda saxlayırıq. Metalların qırılmaz əlaqəsini əldə etmək üçün istifadə olunur. Lehim isə deyirdik ki, yəni istifadə olunan metal və yaxud da ərinti idi. Boşluqları doldurmaq üçün, möhkəm tikiş əldə etmək üçün istifadə edirdik. Yaxşı, onda bəs müəllimə, bir də sizdən deməli lehimləməni soruşdum. Sizdən bir də danışaq görək müəllimə. Sənaye müəssisələrində deyirdik ki, ən əsas ölçü alətimiz nə idi? Sənaye müəssisələrində bu xətkeş idi, bir də sənayedə müəllimə, sənayedə xətkeşi neyək ki? Sənaye böyük müəssisədir də, orada ən əsas ölçü vasitəmiz nə idi ki, bu daha dəqiqliklə, böyük dəqiqliklə deyirdik. Ştangen pərgərdir. Hə, doğru, bəli. Doğru, bəli müəllimə. Ştangen pərgəri müəllimə, onlar ki deyər ki, yanlış doğru belə qoyar bunun haqqında olan. Məsəl üçün orada yanlış tərəfdə verər ki, ölçmə şkalasını oxuyarkən ştangen pərgəri düz gözlərimizin önünə tutmaq lazımdır. Bu düz olar yoxsa səhv? Düzdür. Bu düzdür, bəli. Doğrudur. Amma bəs desək ki, aləti qızdırıcı cihazların üzərinə qoymaq olmaz. Düzdür yoxsa səhvdir? Düzdür, olmaz. Bəs desək ki, əyilmiş dodaqları olan ştangen pərgərin dodaqlarını düzəltmək üçün deyər ki, bizə xırda dişli mişardan istifadə etmək lazımdır. Düzdür yoxsa? Yox, vintlə. Sıxıcı vintdən istifadə etmək lazımdır. Doğrudur müəllimə, düzdür. Bəs desək ki, müəllimə, ştangen pərgəri işə hazırlayarkən üzərində olan tozu, sürtkü yağını təmizləmək üçün sumbata kağızından istifadə etmək lazımdır. Yox, nam əski ilə olar. Doğru, düzdür müəllimə. Əla. Bəs yaxşı müəllimə, detalların diametrini nə ilə ölçürdük? Detalları desə bu şeydir, krom pərgərdir. Amma meşə materialları desə o dəmir bənddir, ölçmə çəngi. Əla, doğrudur. Yaxşı, bəs müəllimə, krom pərgərlə götürdüyümüz ölçünü nəyin üzərində, hansı alətin üzərində şey eləyirdik biz, ölçünü müəyyənləşdirirdik? Xətkeşin üzərində. Bəs dəmir bənddir, ölçmə çəngəlidir. Burada götürdüyümüz ölçünü nəyin üzərində? O metrə, xarrat metrəsi ya da dəmir bənd. Ölçmə reykası. Ya metrə, ya da ölçmə reykası. Ölçmə reykası. Tamam, doğrudur, bəli müəllimə. Bəs yaxşı, mişar materiallarının uzunluğunu nə ilə ölçürdük? O da şeylə də, o nədir, lentlə. Uzun da, nədir deyildi ona? Metal ölçmə lenti. Tamam, 5-ci sinifdə düz deyirsiniz. Meşə və mişar materiallarını ölçmək üçün metal ölçmə lentindən istifadə edirdik. Bəs 6-da da öyrəndik ki, bu ruletdir. 2 dənə rılar var idi. Rulet, ondan sonra ölçmə reykası. Hə, doğrudur. Ölçmə reykası, bir də metrə. Rulet, reyka, metrə. Bu uzunluqları, bax, bunu yadımızda saxlayaq. Daha sonra müəllimə, sizdən bir dənə də sual verim. Görəm müəllimə, dərs zamanı müəllimin icazəsi olmadan şagird məktəb ərazisini tərk etməməlidir. Bu hansı davranış qaydalarına aid idi? Bu ümumiyə aiddir. Hə, onu tez-tez özüm eyni həmin yerdən sual verirəm ki, çünki o məişət mədəniyyəti %100 düşəcək də, 1-2 sual düşür məişət mədəniyyətindən. Orada da çaşdırıcı hissələr, yerdə qalmışı hamısını bilirsiniz. Tənəffüsdə nə etmək olar dərs zamanı? Bir dənə orada bütün müəllimlər çaşır deyə, yəni indi gələ o da suala düşə. İndi o da suala düşə və onu da səhv yazasınız. Dəli olaram ki, bir il ərzində eyni şeyi həmişə sual vermişəm ki, daha sonra, bəs yaxşı müəllimə, ədalətli insan, səbirli insan, bunlar hansı kateqoriya insanlar idi və yaxud da hansı keyfiyyətə malik insanlar idi ki, onu biz deyirik ədalətli və birinə də deyirdik səbirli. Ədalətli odur ki, məsələn də, əgər səhv edirsə, o üzr istəməyə bacarmalıdır. Bəli, öz günahını etiraf etməyi bacarırdı. Bəs səbirli insanlar? Səbirli də odur ki, məsələn, tez reaksiya vermir də, yəni gözləyir, səbr eləyir, ağlamır, nə bilim, belə. Doğru. Öz-özünə deyir ki, bəlkə mən özüm düzgün etmirəm. Ki, mən bunu düzmə elədim, səhvmə elədim. Bunu fikirləşir də ona görə.
Orada biraz bir balaca nüans var. Ədalətli ilə səbirlini bir-birinə qarışdırmayaq. Əgər bizə desə ki, qışqırmayın, dava etməyin, ağlamayın və yaxud da öz-özünə deyirsə ki, bəlkə mən özüm düz etmirəm, bu səbirli insanlardır. Ədalətli insanlar üzr istəməyi bacaran insanlar, öz səhvini etiraf etməyi bacaran insanlar idi, bəli. Deyirdi ki, təsadüfən öz etdiyi doğru olmayan bir hərəkətə görə üzr istəməyi bacaran insana deyirdi ədalətli insanlar idi. Aha. Yaxşı, bəs müəllimə, sual düşsə ki, sizə orqanizmin yoluxmalara qarşı mübarizəsində iştirak eləyir. Bu nə idi? İştirak eləyir yoluxmalara qarşı. İştirak edirsə bu yəqin ki, bu A vitaminidir məncə. Yox. İştirak eləyir. Bax, yoluxmalara qarşı mübarizədə iştirak eləyir. Nə idi? Zülal deyək. Nə? Zülal. Tamam, doğru müəllimə. Üzr hesab edim. Fikrim yayındı. Zülal, doğrudur müəllimə. Daha sonra, sizdən sonra kimlə gələk? Kim var? Burada Ruhiyyə müəllimə var. Ruhiyyə müəllimə, sizlə davam eləyək. Səsinizi açın müəllimə. Ay Ruhiyyə müəllimə, səsinizi açın, oradasınız. Hə. Qaçmayın görün. Hara qaçırsınız? Gəlin görək. Buradayım, bir yerdən qulaq asın. Ruhiyyə müəllimə, deməli müəllimə, enerji mənbəyimiz nə idi? Yağlar. Bəli, bu yağlarımız idi. Bəs desək ki, hüceyrələrin tərkibinə daxildir, orqanizmin maddələr mübadiləsində iştirak eləyir. Bu nə idi? Maddələr mübadiləsində vitaminlər nə? Yox. Bax, hüceyrələrin tərkibinə daxil idi. Orqanizmin maddələr mübadiləsində fəal iştirak eləyirdi. Bu nə idi? Yağlar idi bu müəllimə, yağlar. Həmən yağlar. Hə. Yağlarımız idi ki, orqanizmin maddələr mübadiləsində fəal iştirak eləyirdi. Yaxşı, bəs müəllimə, it burnudur, şirin bibərdir, qarağatdır, sitrus meyvələridir, həmçinin kələm turşusudur. Bunlar hansı vitaminin tərkibində idi? Kələm C vitamini. Bu C vitaminidir. C vitamini başqa nə işə yarayırdı müəllimə? Nə fəaliyyət göstərirdi insan orqanizmasında? C vitamini soyuq dəyməyə qarşı. Müqavimətimizi artırdığı üçün yoluxmalara qarşı biz soyuq dəymə zamanı C vitamini qəbul eləyirdik. Tamam, doğru. Yaxşı, bəs müəllimə, pilləli taxma yerinə yetirəndə, tirciklərin pilləli birləşməsi yerinə yetirəndə, əgər biz tircikləri düz bucaq altında birləşdirirdiksə, onun hansı hissələri bir-birinə bərabər olmalı idi? Hə, düz bucaq, pilləli taxmada düz bucaq altında müəllim, onda ortasından keçirdi, o nəsə. Yox, fərqi yoxdur müəllimə. İstər ucları olsun, istər ortası olsun, düz bucaq yerinə yetirir. Uclarına yaxın yerdə olanda uzununa düz bucaq altında olurdu. Ortasında isə düz bucaq altında olurdu yalnız. Onu düz dediniz. Əla, burada bir etirazım yoxdur, düz deyirsiniz. Amma fərq eləmir. İstəyir ortası olsun, istəyir uclarında olsun, biz düz bucaq altında birləşdirmək istəyirik tircikləri. Bu zaman deyirəm ki, o necə müəyyən eləməlidir? Məsələn, kəsilən hissənin uzunluğu nəyə bərabər olmalıdır? Uzunluğu onun şeyinə birləşdirilən detalın eninə bərabər olmalıdır. Birləşdirən detalın eninə bərabər olmalıdır. Tamam. Amma bəs uclarından uzunluğuna birləşmə yerinə yetiririksə? Əgər uclarından, mən bir dəqiqə deyəcəm mənim. Çaşıram mənə həmişə. Orada 2 dənə Q var idi müəllimə. Uzunluğunadırsa kəsilmiş kənara çıxan hissələr bərabər olmalı idi. Kəsilən hissələrin uzunluğu tirciyin eninin hansı hissəsinə bərabər olmalı idi bəs? 0.5, 1.5. Bəli, 0.5, 1.5 hissəsinə bərabər olmalı idi. Ümumiyyətcə müəllimə, biz əgər tircikləri uzunluğuna birləşdiririksə, deməli onları hansı hissəsindən birləşdiririk? Ortadan yoxsa uclarından? Uclarından. Bəli, mütləq uzunluğuna birləşmə ancaq uclarından olurdu. Düz bucaq altında isə həm ortasından, həm də uclarından yerinə yetirmək mümkün idi. Yaxşı, bu pilləli taxma ki, yerinə yetirdiyi müəllimə, bundan sonraki o tirciklərin kənara çıxan başlıqları var idi də, çox emal payı kimi düşünək bunları. Bunu nə ilə təmizləyirdik? Təmizləmək demək, bunu nə ilə aradan qaldırırdıq? Adı nədir? Törpü ilə müəllim, hə.
Törpü niyə? Yoxsa Müəllimə, bax başlıqlarındadır. Tirciklərin o baş hissəsi, yəni kənara çıxan başlıqları var da. İskənə ilə kəsilir. Orada iskənəni Bağdat necə iskənəsi. istifadə eləyək? Müəllimə, oduncaqda orada kənara bax bir düşünün, bir dənə çərçivədir. Kvadrat formalı bir çərçivə hazırlamışıq. Tirciyin başı belə biraz kənara çıxıb, onu orada nə ilə kəsib götürmək olar? Ay Allah, nətər bilmədim onu. Mişarla, müəllimə, xırda dişli mişarla. Hə, o kənara çıxıb bax, orada ən əlverişli üsulumuz mişardır. Necə? İskənə idi, törpü idi. O şəkildə yadımda deyil. İskənə törpü. Var müəllimə. Yox, o ortadan əgər tircikləri ortadan birləşmə yerinə yetirirdiksə, orada istifadə eləyirdik iskənəni, mişarı. Amma mən deyirəm ki, birləşməni yerinə yetirib bitirmişik, amma tirciklərin o birləşən yerində elə bir ki, belə düşünün ki, birləşən altdakı birinci tirciyimiz var, kəsilən hissə. O kəsilən hissənin biraz başlığı istər-istəməz çıxır da kənara. Həmin o hissəni kəsib kəsilən olsun, birləşdirilən olsun, istər-istəməz başlıqlarında kənara çıxan hissələr qalmış olur. O hissələrdə xırda dişli mişarla. Xırda dişli Mişarla kəsib götürürdük. Bəs pilləli birləşməni daha möhkəm, daha etibarlı etmək üçün nədən istifadə edirdik əlavə olaraq? Pilləli birləşməni daha möhkəm. Orada şəkillərdə də var idi. Bir şəkili yadınıza salın. Üzərinə nə vururdular onu daha möhkəm etməsi üçün? Şkant eləyirdilər, müəllimə, şkant. Bunu əslində mismarla da, şurupla da əvəz etmək olardı ki, bunlarla da daha möhkəm etibarlı etmək olurdu. Şkantla eləmək də daha rahat, daha ucuz başa gəlirdi. Bu şkantın bəs başlığında yapışqan ki vurduq, şkantı birləşdirdik. Bəs onun başlığına çıxan hissəsi, ondan sonra yapışdırılmış yerləri, onu nə ilə təmizləyirdik? Necə təmizləyirdik ki, hə, bax o şkantın başlığı qopmasın da, yapışdırma yerlərini necə təmizləyirdik? Rəndə ilə, müəllimə, rəndə ilə. Kənardan mərkəzə doğru rəndə ilə həmin hissələri yonurduq. Diqqətli olaq, kənardan mərkəzə doğru. Eyni ilə bu prosesi harda yerinə yetirirdik? Metalların düzəldilməsində. Deyirdik ki, kənardan mərkəzə doğru döyəcləyirdik əyrilmiş hissələri. Yaxşı, Ruhiyyə müəllimə, son olaraq bir dənə də sual verim sizə. Deməli, müəllimə, siz deyin görək, elektrikləşmə nə demək idi? Nə deməli? Elektrikləşdirmə. Nə sözdür, Yunan sözdür, nədir, onlar düşünmə. Yox, ümumiyyətlə elektrikləşmə nə zaman olurdu ki, deyirdik ki, elektrikləşdirilib, yəni bu şəhər elektrikləşdirilib? Yüklənibdir, müəllim. Yəni həmin orada deməli bir ölkənin əgər bütün sənayesində, kənd təsərrüfatında, nəqliyyatında, məişətdə elektrikdən istifadə olunursa, deməli elektrikləşmə deyirik də. Bütün sahələrdə elektrik yetərincə varsa, buna deyirik elektrikləşmə. Yaxşı, onda bir dənə də sizə sual verim. Siz bir dənə lehimləmə alətinin hissələrini deyin müəllimə. Lehimləmə alətinin hissələri dəstək idi, gövdə idi. Sonra iğnə idi, şunur idi, sonra mən elektrik çəngəli idi, qızdırıcı idi, bir də dəli idi, nə idi? Bəli, dəlikləri var idi, bir də vinti var idi, müəllimə. O iğnəni qızdırıcı elementə bərkitmək üçün iğnədən istifadə. Tamam, doğru, bəli, vintlə bərkidirdik. Yaxşı, onda siz mənə deyin görək, bilinin xəmirini neçə dəqiqə gözlədirdik, dincəlməyə qoyurduq? Bilinin xəmirini müəllim 15-20 dəqiqə. 15-20 dəqiqə dincəlməyə qoyurduq. Yaxşı, bəs müəllimə, bir detalı digər detalın üzərinə qoyaraq birləşdirsək, imal payını bərkitsək, bu maşınla olan hansı tikişimizdir? Maşınla, ay müəllim, demir. Bax, bir detalı digərin üstünə qoyaraq. Bir detal digərinə sırımaq. Hə, onları bir-birinə neyinirik? Sırıyırıq da, bir detalı başqa detala. Tamam, doğrudur. Bəs müəllimə, tərsinə çevirmə şərti ilə detalların kontrboy hesablarla birləşdirilməsini buna deyirdik baxyalama. Tamam, bu da doğrudur. Bir dənə də siz mənə deyin görək müəllimə, sadə elektrik dövrəsini nələr təşkil edirdi? Sadə elektrik dövrəsini mənim adı nədir? Naqil, açar, gözəlmə lampası, 4 dənə idi, biri nə idi? Allah yadından çıxdı. Batariyada, yəni cif batariyası və yaxud da cərəyan mənbəyi. Doğru müəllimə, bəli.
Düzdür müəllimə. Daha sonra sizdən sonra kimdir Lamiyə müəllimə? Gəlin Lamiyə müəllimə sizlə davam edək. Müəllimə. Salam müəllimə, salam Lamiyə müəllimə. Hər vaxtınız xeyir olsun. Sağ olun, siz xeyir olsun. Necəsiz? Çox sağ olun müəllimə. Yaxşı olasınız. Allah razı olsun. Yaxşı olun. Siz də yaxşı olun inşallah. Lamiyə müəllimə, siz deyin görək müəllimə, hansı məmulat idi ki, bu məmulat ucuz başa gəlirdi? İstismar zamanı heç bir əlavə xərc tələb etmirdi. Bu məmulat Diqqətli olun, ucuz deyirəm başa gəlir. ucuz başa gəlsə bu qənaətlidir. Tamam, bəs desəm ki, az vaxt, maddi vəsait, az əmək. Texnoloji. Bu olacaq Texnoloji texnoloji. deməkdir. Tamam, doğrudur. Yaxşı, bəs müəllimə, konstruksiya etmə necə başlayır? Necə davam eləyir? Konstruksiya etmə dedikdə nə başa düşürük? Konstruksiya etmə dedikdə bu quruluş deməkdir müəllimə. Bunu da birinci nə edirik? Biz birinci bir xəyal edirik, sonra onu çəkirik. Sonra nə bilim çertyojunu, texniki təsvirini hamısını işləyəndən sonra biz onu həyata keçiririk, gerçəkləşdiririk də. Tamam. Deməli prosesimiz necə oldu? Birinci xəyali təsəvvür yaratdıq beynimizdə, biz eləmirik də bunu konstruktorlar eləyir. Sonra onun istənilən qrafik təsvirini işləyib hazırlayır. Bu texniki rəsm də ola bilər, eskiz də ola bilər və yaxud da çertyoj. Ondan sonra da başlayır həmin o texnik qrafik təsvirə nəzərən xəyalını təsəvvürümüzdə canlandırırıq. Sonra nə olur bəs? Sonra həyata keçiririk, sonra onu veririk müəllimə. Fəhlələrə deyəsən veririk ki, biz onlar həyata keçirsin. Nəsə belə bir şey olmalıdır. Birinci nə hazır? Düz deyirsiniz. 7-ci sinifdən danışdınız. Burada müəllimə, bu ki, birinci də təsəvvürümüzdəki gerçəkləşdirdiyi bu qrafik təsvirə baxaraq məmulatı. Sonra onun bir dənə təcrübə nümunəsi hazırlanırdı. İndi bizə nə lazımsa, bizə material lazımsa, o materialı seçirik, onun üstündə təcrübə edirik. Tamam, bir dənə nümunə olaraq ilk dəfə birini hazırlayırıq. Necə? Nümunə olaraq bir dənə təcrübə nümunəsi hazırlanır və o nümunə yoxlanılır. Onun hər hansı bir qüsuru varsa aradan qaldırılır və yaxud da yəni tam mükəmməl səviyyə çatdırılandan sonra artıq onun kütləvi istehsalına başlanılır da. İlk olaraq bir dənə nümunə əlimizdə hazır olur ki, biz ondan baxaq görək bunun çatışmayan cəhəti hansıdır. Yəni qüsurları varsa bu qüsurları aradan qaldırırıq. Tamam. Yaxşı, bəs müəllimə, siz deyin görək, neçə yaş arası ağacları kəsə bilirdik? Yəni meşədən 80-120 onlarda yaşlı quru olduğuna görə. Doğru müəllimə, bəli. Yaxşı, bəs müəllimə, uzunluğu 2 metrə qədər olan qısa meşə materialına nə deyirdik? 2 metrə qədər olana buna kötük deyirdik. Buna deyirik kötük. Tamam. Kötükdən nələr hazırlanırdı bəs? Kötükdən hazırlanırdı. Nə hazırlanırdı? Bundan faner hazırlanır da müəllimə. Onun şponu belə soyurlar. Soyulmuş və yaxud da yonulmuş şpon. Bilirəm ki, faner hazırlanır. Tamam. Yəni şpon, ilk material şpondur. Şpondan da sonra biz faner hazırlayırıq. Tamam. Yaxşı, bəs siz deyin görək, asma kilidin əsas 3 elementi. Asma kilidin, asma hansıydı? O gövdə idi, gizlilik mexanizmi idi, bir də qövsü idi. Bir də qövsdən ibarət idi. Tamam, bəs əsasını nə təşkil edirdi asma kilidin? Əsasını gövdə təşkil edir, amma əsas hissəsi deyəndə mexanizm təşkil edir. Gizlilik mexanizmi, məxfilik mexanizmi. Tamam. Bəs taxma kilidlər qapının hansı hissəsinə bərk edilir? Taxma kilidlər qapının dirəyinə taxılır. Qapının dirəyində açılmış oyuğa. Oyuğa bərk edilirdi. Tamam, doğrudur. Ümumiyyətcə kilidlərimizin neçə növü var idi? 3 növü var. Üstdən qoyma, taxma, bir də asma kilidlər. Asma kilidlər. Siz deyin görək müəllimə, ailə büdcəmizin gəlirlərinin neçə faizini təqaüdlər və müavinətlər təşkil edirdi? Təqaüdlər 9%-dir. 9% idi. Bəs ailə büdcəmizin neçə faizi qeyri-qida məhsulları üçün xərclənirdi? Bu da 20%. 20%-dir. Əla, doğrudur müəllimə. Yaxşı, divardan əşya bərkitmək üçün hansı tələbləri gözləməli idik? Gözləməli idik? Bəli, gözlənilməsi olan tələblər. Hansı tələblər gözlənilməli idi? Tələblər bax müəllimə, bərk yeri seçməli idik.
Sonra məqsədə uyğun olmalıydı, təyinatıydı, bir də nə idi ayarlar? Etibarlı. O da bir də bərkitmə üsulü, hə. Deməli, məqsədə Bərkitmə uyğunluq, üsulu. təyinat və etibarlılıq prinsipləri gözlənilməli idi. Yaxşı, siz bir dənə də deyin görək mənə, Lobzikin iş prinsipi nəyə əsaslanırdı? Mühərrikin fırlanma Hərəkətinə. dəstəyinə də belə. Hərəkətinə. Tamam. Hərəkətinə. Əgər Lobzikin biz kiçik mi şarının xidmətini uzatmaq istəyirdiksə, ona hansı hərəkətlər verirdik? Ona rəqsi hərəkətlər verirdik. Tamam. Bəs mühərrikin geriyə hərəkətinə imkan verən mexanizmə nə deyirdik? Revers. Revers deyirdik. Tamam, doğrudur. Bəs drelin pərçimlənməməsi üçün nə etmək lazım idi? Və yaxud da nəyi etməmək lazım idi ki, o pərçimlənməsin? Pərçimlənməməsi üçün biz sürətimizi azaldırdıq. Bir də gücümüzü ona vermirdik. Dreli bərk sıxmaq olmazdı. Bərk sıxaraq gücə salmaq olmazdı ki, bəli. Aha, tamam. Elə o nəzərdə tutub verəmədim. Hə, bildim ki, fikriniz çatdı müəllimə. Bəs əl qəhvə üdəninin quruluşu necə idi müəllimə? Hansı hissələrdən ibarət idi? Hə, əl qəhvə üdəni həm əl qəhvə üdəni deyirsiniz siz. Həm bir əl qəhvə üdəni bu şeydən olur da, necə deyim? O dəstəkdən olur, belə fırlayırlar. O dəstəkdən olurdu. Sonra nədən olur əl qəhvə üdəni? Gövdə idi. Gövdəsi, bəli. Dəyirman daşları olmalıydı. Daşıydı da, hə, bir də dəyirman daşı 3 hissədən ibarətdir. Bir dənə də müəllimə, üyütməni tənzimləyən vint də var idi da orada. Axı deyirdi ki, vinti nə qədər çox vursaq, dəyirman daşları da bir o qədər qəhvə dənələrini daha çox, daha narın üyüdəcəkdir. Deməli, üyütməni tənzimləmək üçün vinti var idi, dəstəyi var idi, gövdəsi, bir də dəyirman daşları. Bir də daşma, dəyirman daşları. Dəyirman daşları hansı formalardaydı bəs? Dəyirman daşları müəllimə, dəyirman daşları, bunlar bıçaqlı olur da müəllimə onlar. Yox, dəyirman daşları deyirdik konus və yaxud da silindrik şəkilli olurdu. Bəs hansı materialdan hazırlanırdı dəyirman daşları? Hə, onlar poladdan hazırlanırdı, bir də deyəsən titandan. Titan örtüklü metal ərintindən hazırlanırdı, bir də paslanmayan poladdan hazırlanırdı. Tamam. Bəs yaxşı müəllimə, orqanizmə lazım olan həyat enerjisinin əsas mənbəyi nə idi? Əsas mənbəyi o enerji mənbəyi yağlardır müəllimə. Düz deyirsiniz, enerji mənbəyimiz yağlar idi. Amma bir də bizdə var idi, orqanizmə lazım olan həyat enerjisinin əsas mənbəyi qida. Onu da yadımızda saxlayaq ki, bir də qidadır. Əsas mənbəyini təşkil eləyir qidalar. Çünki qidalanmasaq zaten yağı da qəbul edə bilmirik. Desək ki, bizə orqanizmimiz əsas enerji mənbəyi yağı götürür. Amma desək ki, həyat üçün həyat enerjisinin mənbəyi, desək ki, orqanizmə lazım olan həyat enerjisinin əsas mənbəyi qidadır. Bu da qida. Tamam. Bəs qida məhsulları dedikdə nələr başa düşürdük? Hə, qida məhsulları, bunlar bu karbohidratlar da, yoxsa nə edirsiniz mənim qida məhsulları? Sualınız başa düşmədim. Zülallar, karbohidrat, düz deyirsiniz də, davam edin. Vitaminlərdir, sonra bunlar da karbohidratlar, vitaminlər. Doğru. Deməli, müəllimə, hamısını demək lazımdır. Yağlar, vitaminlər, mineral maddələr. Əsas sudur, mineral maddə idi, karbohidrat idi, vitaminlər, bir də zülallar. Tamam. Yaxşı, bəs onda siz deyin görək, günəş işığının təsirində asan parçalanan vitaminimiz hansı idi? C vitamini. Bəs günəş şüaları altında yaranan vitaminimiz hansı idi? Bu da D vitamini. Bu da D vitaminimiz olacaqdı. Tamam. Yaxşı, bəs müəllimə, deyirdi ki, yoluxmalara qarşı müqavimətimizi artırır. Bir çox vacib sözündən, bir çox vacib həyati proseslərə təsir eləyirdi. Bu hansı vitaminimiz idi? Şaliyə yazdaydı, xətrinə deyir. Deyim onun dərslər. Sədaqət müəllimə, səsiniz açıq qalıb müəllimə. Müəllimə, bir çox vacib varsa, burada A vitamini biz götürürük. Doğrudur. Yoxsa səhv deyirəm. Bir vacib sözü varsa A vitaminimizi götürürdük. Varsa A vitamini. Tamam. Bəs deyirdi ki, onlar orqanizmin müqavimətini artırır, immunitetini yüksəldir. Bu da A vitamini olar da müəllimə. Yox, immunitetini deyirdi, orada 2 dənə bu nə idi? İmmunitetini yüksəldən mineral maddələr idi müəllimə. Hə, mineral maddələr, hə.
Tamam. Yaxşı, bəs müəllimə, siz deyin görə paxlalı bitkiləri bişirməzdən əvvəl nə edirdik? Hə, onları müəllimə yuyurduq, ilıq su ilə yuyurduq, sonra ıslağa qoyurduq, sonradan da Necə qoyurduq su ilə məsəl üçün. ıslağa qoyurduq müəllimə? İlıq su ilə. İlıq yoxsa soyuq? O, İlıq su biz ilə əslində qoyduğumuz ilıq su ilə qoyuruq, amma soyuq su ilə çıxardı soyuq su desən ilə, bəli, yazılmışdı. bəli, doğrudur. Soyuq su ilə ıslağa qoyduq. Bəs müəllimə, paxlaları bişirərkən bişirdik, gördük ki, onun suyu azaldı. Onda biz ona yenidən su əlavə eləmək olardımı? Bəli, bəli, olardı. Aha. Bəs şorbalarda necə müəllimə? Suyu görürük ki, azalır. Ona yenidən su əlavə etmək olardımı? Və yaxud da görürük ki, suyu çoxdur da, bilmədən çox atmışıq suyunu. Hə. Götürmək, əlavə etmək olardımı suyu? Onu götürsək müəllimə, onun dadı olmaz. Yox, ümumiyyətlə o suyu çoxsa o yeməyin dadı olmaz. Doğru. Hər şey öz miqdarında olmalıdır. Az da olsa su əlavə eləmək olar. Yox, şorbalarda olmazdı. Şorbanın suyunu nə əlavə etmək, nə də götürmək olmazdı. Amma bu paxlalı bitkilərdə suyu əgər, çünki paxlalı bitkilər gec bişir axı. Qaynadıqca suyu Su çəkilir əlavə deyə. eləmək olar. Bəli, burada əlavə isti su əlavə eləyirik. Su qurtardıqca üzərinə isti su əlavə eləyirik. Tamam. Yaxşı, bəs makaron məmulatları nələrdən hazırlanırdı? Hə, bunlar undur, yumurtadır, sudur. Əla növ Bunlardan un, hazırlanır. yumurta və su. Bəs ikinci növ undan nə hazırlayırdıq? Hansı şirniyyat hazırlanırdı? İkinci növ ondan bağlı da, ondan kurabiyədir, paxlavadır, Məmulat bunlar yox. şəkərlidir. Bax, un məmulatlarının növünü soruşmuram. İkinci növ undan hansı məmulat hazırlanırdı? Prinik hazırlanırdı. Hə, doğru müəllimə. Bəli, pryaniklərin hazırlanmasında istifadə olunurdu. Yaxşı, bir də siz mənə deyin, üzəri izolyasiya edilmiş elektrik məftilinə nə deyirdik? Ay Allah. Elə normal evdə də o cür ifadə işlədirik. Nədir onun adı? Mən dilimin ucunda Şunurdur müəllimə, şunur. Şunurdur da müəllimə. Bəli, şunur, bəli, şunurdur bu, şunur. doğrudur. Əgər müəllimə elektrik açarı qapanmamış vəziyyətdədirsə, naqillərdən cərəyan axır yoxsa axmır? Yo, axmır. Bəli. Amma qapanmış vəziyyətdədirsə, Onda axır, onda onda axır. bəli, cərəyan axacaqdır. Doğrudur. Bu da yaxşı, biz müəllimə hansı yiyələmə üsulunu xırda emal paylarının çıxarması üçün istifadə edirik? Hə, xırda yiyələməni xırda. Bu tür xırdadsa, Üsulunu bu soruşuram, sıvaqdır yiyələmə müəllimə. üsulumuzu soruşuram müəllimə. Hə, bu dəlici xüsusi bunlar soruşursunuz da mənim, hə, yoxsa yox? Üsul, yiyələmə üsullarımız, hansı neçə dənə yiyələmə üsulumuz var idi? Yiyələmənin üsulları mənim o kvadratdır, yoxsa hansını deyirsiniz? Yox. Bir dənə Uzunluğuna, başladım, eninə, dairəvi. sonra. Hə, dairəvi bunlar deyirsiniz, Doğru. yastı, kvadrat, üçüzlü bunlar deyirsiniz. Yox. Eninə yiyələmə, uzunluğuna yiyələmə, ondan sonra çarpaz yiyələmə. Yiyələmə, Dairəvi dairəvi yiyələmə. yiyələmə. İndi hə. mən dediyim hansındadır? Deyirəm ki, sətin son işlənməsi zamanı xırda emal O payları. dairəvidir. Dairəvi. O dairəvidir Tamam, mənim. doğru. Düzdür müəllimə, dairəvi. Sonra bir dənə də sizə sual verim. Siz deyin görək müəllimə, yiyələr uzunluğuna görə nə qədər olurdu? Yiyələr uzunluğuna görə hansı yiyələr ay müəllimə? Burada hamısı Ümumi yiyələrdə müəllimə, yiyələrin uzunluğu nə qədər olurdu? yiyələrin uzunluğu, onu baxıcı bilməliyim. Yiyələrin bu biçləri hamısını qəşəng bilirsiniz, əzbər bilirəm müəllimə. onu da bilirsiniz. Necə? Yəni 100-400 millimetr olurdu da, bilirsiniz. Hə, 100-400. Hə. Sadəcə Hə, olaraq hə. indi niyəsə sizdə yadınızdan çıxdı. Bir də siz nəyi soruşum sizdən müəllimə? Bir dənə də siz deyin görə ağac kəsən dəzgahlarda hansı mişar materialları istehsal olunurdu? Ağac kəsən dəzgahda bu çilingərdən ağac kəsən. Yox, şeydən Nələr ağac istehsal kəsən olunurdu? mişarlarda. Taxta və tirlər Hə, istehsal olunurdu müəllimə. Hə, taxta tirlər istehsal Demişdik ki, olunurdu. taxtalar da neçə cür istehsal olunur? Kənarlarının Kənarlarının iki formasına cürdür. görə. Biri qurudulmanı deyirsiniz müəllimə. Yox, kənarları kəsilmiş və bir də kəsilməmiş şəkildə olur. Taxtalarda istehsal, bu cür istehsal olunur. Kənarları kəsilmiş və kəsilməmiş. Yəni kənarlardan mişarlanmış şəkildə və yaxud da mişarlanmamış şəkildə olur. Hə. Aha. Daha sonra Nübar müəllimə, siz gəlin müəllimə. Hardasınız müəllim? Burada adınız aşağıda görsənir N hərfi.
Aha. Mərmər. Hə. İndi var müəllimə, siz deyin görək müəllimə, yeyələr nələrinə görə bir-birindən fərqlənir də? Kərtiklərinə görə, bir də emal payına görə, götürdüyü emal payına görə, formasına görə, uzunluqları eynidir. Yox, niyə eynidir müəllimə? Uzunluğu eynidir, işlək hissəsinin uzunluğu. Yox, 100-400-dür ona görə. Hə, də fərqlidir. 100-400 arası dəyişir. Deməli müxtəlifdir. Bu da onun fərqli cəhətlərindən biridir. İndi gəlin bu fərqli cəhətlərini bir-bir belə açıqlayaq. Görək en kəsiklərinin formasına görə dediniz. En kəsiyinin formasına görə hansı növləri var idi yeyələrin? Yastı var idi, yarım dairə var idi, kvadrat var idi, üçüzlü var idi, romb şəkilli var idi, bıçaq şəkilli var idi. Tamam, bunu dediniz. Sonra dediniz ki, kərtiklərinin formasına görə. Yaxşı, onda hansı növləri var idi? Bir qatlı, iki qatlı, törpülü. Tamam, bunu da düz dediniz. İşlək hissəsinin uzunluğuna görə nə qədər idi dediniz ölçüləri? 100-400 deyil, elə hamısı 100-400 olur. Yox, mənim 100-400 arası dəyişir. 200 olanı da var, nə bilim 250 mm olanı da var. Bəs müəllimə, kərtikinin hər uzunluğunun hər 10 mm-nə düşən dişlərinin sayına görə baxaq görək. Neçə nömrəli yeyələr olur? Yəni neçə müxtəlif? 6 müxtəlif yeyələr olur. 6 müxtəlif olur. 0, 1, 2, 3, 4, 5. Sonra 4, 5. Tamam. Bəs yaxşı müəllimə, 4-5 nömrəli yeyələrimizə həm də nə deyirdik? Məxməri yeyələr. Məxməri yeyələr. Məxməri yeyələmədən adətən yeyələrdən daha çox nə zaman istifadə edirik? Çox xırda işlər zamanı. Təmizləmə və cilalama üçün deyirdi, istifadə edirik. Bəs bunun hər 10 mm-nə neçə diş düşürdü? 20. Yox, daha çox. 40-82. 42-80. Hə, 42-80. Siz dediyiniz o hansı idi? 20-112 diş düşürdü hər 10 mm-nə. Bu natfillərimiz idi. Tamam, doğrudur. Yaxşı, bəs müəllimə, siz deyin görək, xəmirin keyfiyyətini yaxşılaşdırmaq üçün ona biz nə əlavə edirik? Ona əslində maya əlavə edirik. Bir də qabartma tozu. Maya qabartma tozu, onlar olmasa yumurta ağı və turş süd istifadə edirik. Bəli, qabartma tozu kimi bunlardan istifadə edirdik. Doğrudur müəllimə. Yaxşı, bəs müəllimə, bişinti məmulatlarının keyfiyyət göstəricisi nə idi? Məsəl üçün biz onu nədən bilirdik ki, keyfiyyətlidir? Bişinti olanda müəllimə köpmə idi orada. Köpməsi, düzdür. Ətrinə görə. Doğru, dadına görə, xarici görünüş. Dadına görə. Doğru. Qoxusu da ola bilər də, bəli. Bəli, müəllimə, bəli, qoxusuydu, dadıydı, xarici görünüşüydü. Bəs müəllimə, unun keyfiyyət göstəricisi nə idi? Bəli, orada da ətri var idi. Rəngi idi, ətri idi. Rəngi var idi. Doğrudur. Deyirdi ki, müəllimə, bax, məsəl üçün, bişinti məmulatlarımızın keyfiyyəti nədən asılı idi? Məsələn, köpmədir. Əlavə etdiyimiz ərzaqlardan. İlk öncə, bax, müəllimə, xəmirin köpməsidir, ondan sonra dadıdır, keyfiyyətinin birinci göstəricisi unun keyfiyyəti idi ki, bundan asılı idi ki, unumuz keyfiyyətli olardısa, bunlar da keyfiyyətli olardı. O siz dediyiniz, məsələn, zülalın miqdarı, o nədən asılı idi xəmir məmulatlarında? Bəli, biz tökdüyümüz orada yumurtadan, ağartı məhsullarından asılıdır. Bəli. Zülalın keyfiyyəti. Bəli, enerji dəyəri bəs nədən asılı idi? Enerji dəyəri yağlara görə. Bəli, yağlardan, karbohidratlardan asılı idi, düzdür müəllimə. Yaxşı, bəs müəllimə, tikiş maşınının köməyi ilə eyni ölçülü kənarları uyğunlaşdırmaq və bunları belə deyək, birləşdirmək, sapla tikib birləşdirmək. Eyni ölçülü kənarlarsa müəllimə bu xətt üzrə tikildi. Xətt üzrə tikməmiz idi, doğrudur. Ümumiyyətcə bu tikişlərin hamısında müəllimə biz tikiş o sondakı yerinə yetirirdik bərkitmə tikişini. Onu nə qədər qoyurduq? Əks istiqamətdə neçə tikiş gedirdik? Müəllimə, o birisi kitabda 4 sm yazmışdı.
Burada müəllimə 3-4 Burada elə, yox. 3-4 Bəli. santimetr, 3 da santimetr yox, daha doğrusu 3-4 tikiş arası gedirdik də əks istiqamətdə ki, bərkitmə yeri olsun. Yaxşı, bəs müəllimə, Dincəl Eldar. Bəs müəllimə, siz deyin görə üzərinə şərti, diqqət yetirin bura, şərti işarələrin köməyi ilə rənglər və yaxud rənglər çəkilmiş damalı kağıza nə deyirdik? Şərti işarə sözünə. Bəli, bildim. O naxış kağızıdır, damalı kağızdır. Nə deyirdik ona? Kalka kağızı yoxsa sxem deyirdik? Xeyr, kalka deyil. Hesab naxışı. Naxış tikmək üçün sxem. Bəli, sxem. Hə, şərti işarə sözü varsa həmən sxem sözünü yadımızda saxlayırıq ki, bu sxem. Bilirəm, sadəcə adı yadımdan çıxdı. Hə. Bilirəm, çox kalka deyil. Bəli, müəllimə. Daha sonra bir də siz deyin görək müəllimə, parçanı nəmistə emaldan sonra hansı vəziyyətdə ütüləmək lazım idi? Bəli, o lifləri istiqamətini ütüləmək lazım idi. Hansı əriş sapları boyunca mı, yoxsa arxa sapları boyunca mı? Arxa saplarıdır məncə, uzunlu olan. Uzunlu olan əriş saplarımızdır müəllimə. Əriş saplarının uzunlu boyu ütülüyürdük. Tamam. Yaxşı, onda bəs müəllimə, siz deyin görək, kərgah hansı formalarda olurdu? Dairəvi olurdu, bir də kvadrat olurdu. Kvadrat olurdu. Hansı materiallardan hazırlanırdı? Metaldan da ola bilərdi, taxtadan. Metaldan, taxtadan, bəs plastik kütlə? Hə, plastikdən. Bir də ki, plastik kütlədən olurdu. Bəs yaxşı müəllimə, geyimləri deyirdik, düymələmək, asmaq, bağlamaq, bərkitmək üçün nədən istifadə edirdik? Furniturlardan. Furniturlardan istifadə edirdik. Aha. Üst geyimlərdə düyməni necə tikirdik? Dabanla. Ayaq buraxmaqla. Hə, ayaq. Ayaqla. Hə. Daban yerinə qalmışım. Eyb yox. Bəs bu ayağın hündürlüyü təxminən neçə santimetr arası dəyişirdi? 0.1, 0.4. Bəli, bu parçanın qalınlığından asılıydı da. Nə qədər qalın olduqca, yəni bu ölçü arasında dəyişə bilərdi parçamızın qalınlığı. Bəs tikiş sənayesində istifadə olunan köməkçi məmulata düymə deyirdi, yoxsa furnitur? Furnitur deyirdik mən. Buna deyirdik furnitur, tamam. Daha sonra, yaxşı, bəs müəllimə, siz deyin, əl alətlərindən silindrik formalı detal hazırlamaq üçün bizim ilk materialımız nə idi? Hansı mişar materialı idi? Müəllimə, taxta idi də, orada taxtadan kəsirdik. Nə kəsirdik bəs müəllimə taxtadan? Kiçik demək də belə tirciklər kəsirdik. Kiçik tir kəsirdik, düz deyirsiniz müəllimə. Daha sonra oradakı ardıcılığımız necə idi müəllimə? Birinci müəllimə kəsirik, orada mişarlamadır birinci, sonra nişanlamadır. Bəli. Sonra 8 üzlü formasını hazırlayırıq, sonra 16 üzlüyün hazırlayırıq, sonra törpüdür, sonra sumbata. Sumbata kağızından cilalayırıq. Tamam, doğru müəllimə. Daha sonra. Bir də müəllimə, orada deyirdik ki, kiçik tirin qalınlığı, o kəsdiyimiz, taxtadan kəsdiyimiz kiçik tirin qalınlığı emal payı nəzərə almaqla gələcək məmulatın diametrindən nə qədər böyük olmalıydı? 0.5 millimetr. Millimetr olmalıydı, bəli, böyük olmalıydı 0.5. Bəs bucaqlıq üçün qabarit ölçülərimiz neçə idi? 30 1-2 millim böyük olmalıydı deyil, müəllimə. 300 nətər unutdum onu. 30, 50, 300 nəsə bax belə bir şeylər idi müəllimə. 150, 200, 30. Necə, nə dediniz Aygün müəllimə? Gələcək məmulatın sual verir diametri. O 2 milli böyük olmalı. 1-2 millimetr. Hə, nə dedi? Bəs Nübar müəllimə də 1-2 dedi də. Yox, nə dediniz Nübar müəllimə? Müəllimə, siz mənə onu deməmişdiniz. Siz mənə dediniz ki, pəstahın radiusu pəstahın diametrindən. Siz mənə o sualı vermişdiniz. Mən onun da cavabı 0.5-dir. Heç nə sual verdim, o da yadımda. Mən o sual vermişdim. Hə, radiusu vermişəmsə düz demişsiniz. Pəstahın diametrinin 0.5 mislinə bərabərdir. Amma daha doğrusu 0.5 hissəsinə bərabərdir, mislinə yox. Amma kiçik tirin qalınlığı gələcək məmulatın diametrindən 1-2 mm böyük olmalıydı.
Hə, onu bilmədim, yadımdan çıxdı. Onu verməmişdi sizə. Tamam, yaxşı müəllimə. Bəs müəllimə, karandaşdır, xizəkdir, yonulmuş şpondur, bunları hazırlamaq üçün hansı mişar materialından istifadə edirik? Karandaş, xizək, yonulmuş. Onlar müəllimə şey idi də, tir idi də məndə. Tirdən hazırlanırdı. Tamam, doğrudur. Bəs evlərin döşəmələri üçün tirlər hansı mişar materialından hazırlanırdı? Onlar şalban. Şalbandan hazırlanırdı. Tamam, doğrudur müəllimə. Yaxşı, bəs müəllimə, siz deyin görə çalanın dərinliyi nə qədər olmalı idi? Çalanın dərinliyi 50 sm. 50 sm olmalı idi. Bəs çalaya hər tərəfdən nə qədər torpaq tökdükdən sonra biz onu ayağımızla sıxlaşdırırdıq? 15-20 ildə müəllimə torpaq, yoxsa bir qədər elə bir artır idi orada. 20-25 sm idi müəllimə. O qədər torpaq tökdükdən sonra sıxlaşdırırdıq. Aha, makaron məmulatlarını süfrəyə nə ilə birlikdə verirdik? Müəllimə, qiymə ilə verə bilərik, qatıqla verə bilərik. Souslar idi, hə. Qiymə və souslar deyirdik. Sous nə idi bəs müəllimə? Sos ət suyu da. Xörək şirəsi deyirdik, bəli müəllimə. Ət suyuna bulyon deyirdik. Sos xörək şirəsi idi. Bir də siz mənə deyin ki, müəllimə, bəs əgər biz yerkökü salatı hazırlamışıqsa və yaxud da istənilən tərəvəz salatı hazırlananda bu salatda C vitamini sabitləşdirmək üçün biz ona nə əlavə edirdik dərhal? Yağ əlavə eləməliyik. Yağ, xama, sos, bu kimi şeylər əlavə edirdik. Tərəvəzlərin istemalları neçə üsulda yerinə yetirilirdi? Qaynatma idi müəllimə, pörtdətmə idi. Bir də qızartma idi da məncə. Qaynatma, qızartma, bir də kombin edilmiş emal, yəni pörtlədib qızartma bu üsulumuz var idi. Tərəvəzlərin ilkin emalı nə idi bəs? İlkin emalı yuma idi, təmizləmə idi, doğrama idi. Tamam, bir də doğrama mərhələmiz var idi. Bu da doğrudur müəllimə. Yaxşı, bəs müəllimə, tikiş maşınlarının hansı növləri var idi? Məişət sənaye. Bəs məişət tikiş maşınlarında öz növbəsində? Əl, ayaq, elektrik. Yaxşı, bəs müəllimə, tikiş maşınları necə fərqlənirdi bir-birindən? Xarici görünüşünə baxaraq, məsəl üçün, hansı imkanları idi ki, onları fərqləndirirdi? Xarici görünüşünə baxanda fərqlənirdi, amma demək olar ki, gördükləri işlər demək olar ki, eyni idi, oxşar idi. Amma belə xarici görünüşünə baxanda, məsələn, bilirdi ki, bu elektrikdir, bu əllə işləyəndir, bu Texniki imkanları fərqli idi müəllimə. Onların hər birinin başqa-başqa texniki imkanları var idi. Deməli, quruluşuna görə, texniki imkanlarına, bir də xarici görünüşlərinə görə bir-birindən fərqlənirdi. Tamam. Bir də siz mənə deyin görək, yerkökü salatı hazırlayarkən müəllimə, neçə dəqiqə qaynatmaq lazım idi yerkökünü və yaxud da çoğunduru? Elə bir 40 dəqiqə yazılmışdı orada. Doğru, bəli. 40 dəqiqədən sonra biz onu doğrayırdıq, yoxsa sürkəsidən keçirirdik? Doğrayırdıq müəllimə. Yox müəllimə, sürkəsidən keçirirdik yerkökü salatımızı. Əgər 5 ədəd yerkökümüz yoxdursa, biz onu neçə ədəd çoğundurla əlavə edirdik? Əvəz edirdik. 2-3 ədəd çoğundurla əlavə edirdik. Bəli. Daha sonra bir də oradakı ərzaqlarımız nə idi başqa? Qoz var idi orada. Qoz var idi, sarımsaq da var idi. Sarımsaq, duz, mayonez, bəli, bunların qarışığından əldə edirdik. Tamam, bu da doğru. Deməli sizə bir dənə də sizə sual verəcəm müəllimə. Variantivlik deyirdik ki, məmulatın hansı nələrinə xas olan bir cəhət idi? Müəllimə çox olurdu da, bir neçə variant hazırlayırdı konstruktorlar. Bax, o variantlar nəyinə görə bir-birindən fərqlənirdi? Onlar, bax müəllimə, ayrı-ayrı olurdu da, onlar ki, məsələn, yoxlamaq üçün idi da ki, görək hansı yaxşı olacaq, hansı texnoloji olacaq, hansı... Doğru. Deməli, müəllimə, xarici görünüşləri bir-birindən fərqli olurdu. Ondan sonra dizaynı da bir-birindən fərqli olurdu. Bir də quruluşu bir-birindən fərqli olurdu da. Ona görə bir neçə fərqli hazırlayırdı. Bu onun görünüşündə, dizaynında, bir də quruluşunda fərqlilik olurdu. Və biz də istədiyimiz bir məmulatı seçirdik
və bunun belə deyək hazırlama prosesi başlayırdı. Ümumiyyətcə dizayn sözü nə demək idi? Necə müəllimə? Dizayn nə demək idi dizayn sözü? Dizayn müəllimə quruluş deməkdir. Dizayn quruluş demək idi. Doğrudur. İngilis dilindən tərcümədə götürülmüşdü. Yaxşı, onda sizə belə bir sual verəcəm. Bircə dəqiqə müəllimə, sizə hansı mövzu qaldı sual vermədiyim? Tərəvəzlərdən sual verdim. Yadımdan çıxdı, hardan sizə sual verdim, hardan qaldım. Siz bir dənə də şey deyim müəllimə, boyalar satışda neçə formada olurdu, hansı formalarda olurdu? 3 cür olur müəllimə, 3 cür olur boyalar satışda. Qaçışdırılmış şəkildə, hazır şəkildə, bir də qaçışdırılmamış şəkildə də 3 cür olur. Həll edilmiş, qatılaşdırılmış, bir də istifadəyə hazır. Əzbərləyəm. Tamam. Yaxşı, bəs müəllimə, deməli, belə bir sual verim sizə ki, o hansı vitamin idi ki, bizim karbohidratların həzmi tənzimləyirdi orqanizmamızda? B idi müəllimə, B qrup vitaminimiz idi. Tamam, bu da doğrudur. Bəs maddələr mübadiləsində iştirak edən hansı idi? Maddələr mübadiləsində Y-ni deyirsiniz yəqin. O da Y vitaminimiz idi, tamam. Daha sonra, bəs hər 10 mm-nə 13-26 diş düşən yeyəmiz hansı idi? Xüsusi yeyələr idi onlar. Bu da xüsusi, neçə nömrəli yeyələr idi xüsusi yeyələr? 2-3. 2-3 nömrəli yeyələrimiz idi, tamam, bu da doğrudur. Deməli, bəs spesifikasiyada nələr göstərilirdi müəllimə? Sayı, müəllimə, materialı, miqyası, ondan sonra bir də axırda da qeyd, müəllimə, 5 dənə şey olur. Qeyd xanası var idi, doğrudur. Həmçinin dedik detalların birləşmə üsulları, yığılma ardıcılıqları hər biri qeyd olunurdu. Bəs bir də zəncirli mişarlar neçə cür olurdu? 2 cür, elektriklə olan, bir də benzin mühərrikli. Bir də benzin mühərrikli, tamam, doğru müəllimə. Daha sonra Aysel müəllimə buradadır. Aysel müəllimə sizlə davam edək. Aysel müəllimə, hər vaxtınız xeyir. Salam müəllimə, necəsiniz? Salam, çox sağ olun Aysel müəllimə. Yaxşı olun, Allah razı olsun. Yaxşı olasınız sizdə inşallah. Aysel müəllimə, başlayaq sizlə. Görək detalların orta diametrini, daha doğrusu detalların yox, meşə materiallarının orta diametri necə tapılırdı? D bərabərdir, D1 üstəgələk D2. Sonra? Bölək 2. Deyin də, bəs onda. Bəs mişar materiallarının diametrini hansı alətlə ölçürdük? Ölçmə çəngəli, dəmir bənd, metrə. Bir də metrə ilə ölçürdük, tamam. Meşə materiallarının əsas hissəsi harda əldə olunurdu, harda istehsal olunurdu? Ağac kəsən dəzgahlarda. Tamam, doğrudur. Necə? Taxta və tirlər. Ən çox da taxta və tirlər istehsal olunurdu, doğrudur müəllimə. Yaxşı, zəncirli mişallar hansı alətlər qrupuna daxil idi? Zəncir, daxili, yox. Bıçqılar, müəllimə deyəm. Zəncirli mişallar neçə cür olurdu, onu deyim müəllimə. 2 cür olurdu müəllimə. Daxili yanma mühərriki ilə olurdu. Elektrik mühərrikli, bir də benzin mühərrikli. Həmin bu benzin mühərrikli hansı alətlər qrupuna daxil idi? Müəllimə, mişarlar var idi orada. Ona bıçqılı mişarlar, nəsə bir şey var idi. Mexanikləşdirilmiş əl alətləri. Mexanikləşdirilmiş əl alətlərinə, bəli müəllimə. Mexanikləşdirilmiş, Aysel müəllimə. Benzinli mühərriklər, çünki mexaniki işləyir axı, orada elektrikdən istifadə eləmirik. Ona görə də onlar mexanikləşdirilmiş əl alətlərinə daxil idi. Yaxşı, sizlə danışaq biraz su kranlarından, heç bayaqdan bu mövzuya gəlməmişik. Görək müəllimə, əgər biz deməli, şpində ilə bir neçə qat hopdurulmuş kətan və yaxud da çətənə lifi doluyuruqsa və daha sonra da qaykanı, kipyəci sıxıb gövdəyə bağlayırıqsa, deməli, bizdə hansı problem var idi bizim su kranımızda? Orada müəllimə, köhnə kipkəci dəyişmək istəyirik. Yox, dəyişmək istəsək dəyişərdik də, orada çətənə lifi falan doladıq. Nə problemimiz var krandımızda?
Nə olur, nə baş verir? Suyumuz deyirik ki, şpindeldən axır. Necə? Ha, müəllimə elə sual verdi. Başa düşdüm. Hə. Burada deyir ki, su kran başlığından şpindelə axır. Ay, sağ ol. Deməli suyumuz Bəlkə başqaca vermisiniz. Elə bilən yenə də onu soruşdu. onları cəzbərləmisiniz. İndi çalışdığım odur ki, biraz fərqli yerlərindən də sual verim ki, olar ki də düşər. Artıq bilirsiniz ki, o şablon yerlərdən sual çox da salmırlar. Müəllim nə edir görsən? Hə, deyirəm ki, yəni bu prosesi yerinə yetiririksə, deməli nə baş verir krantımızda? Deməli şpindeldən su axır bizdə. Bəs əgər doğrudur, bəs gövdədə yiv dağılıbsa, bu özünü necə, bu fəsad necə göstərir özünü? Gövdədə yiv dağılıbsa, burada da su püskürüb axır. Ay, sağ ol. Axıra qədər bağlamaq olmaz, su püskürüb axır. Problemi necə aradan qaldırırıq? Burada müəllimə elə bil ki, ventilli başlığı dəyişmək istəyirik. Tamam, doğru. Ancaq işin bəli, problemin həlli ancaq odur. Burada da təkcə gövdədə yivin dağılması yox, həm də ola bilər ki, şpindelində yivi dağılmış olar da. Hər ikisi baş verə bilər. Çünki ikisi də yivlə, bəli, biri daxili yivlə, biri xarici yivdə, onların ikisini bir-birinə bərkidirdik. Bəs siz onda deyin görək, bir də bizim orada qaldı ki, əgər biz su qarışdırıcı kranımız uğulduyur, titrəyirdisə, bunu necə aradan qaldırırdıq? Ara qatını dəyişirdik burada da. Tamam. Ara qatını dəyişəndən sonra qapaq şpindeldə durmur, düşürsə, onda nə edirdik? Orada deyildi ki, şpindeli gövdədən açmaq və qapağı çıxartmaq, zəif çəkiş zərbələri vurmaq lazım idi çıxardanda. Nəyə vururduq? Qapağa yoxsa şpindelə? Şpindelə. Aha. Deşik yerinə, bəli, yüngül zərbələr vururduq. Oradan nəyisə döyəsləyib, yastıladırdıq. Bəli, diametrini azaldırdıq və bu zamanda yenidən qapağı şpindelə keçirəndə, sonra da orada bir yastlama işi də yerinə yetirirdik. Onu nə ilə yerinə eləyirdik? Qapağı şpindelə... Yastlama, çəkişlə döyəşləmirdik. Çəkişlə döyəşləyib onun diametrini azaldırdıq. Sonra şpindelin deşiyinə taxandan sonra da kernerlə deşiyi yastılayırdıq. Tamam, doğru. Daha sonra bir də siz mənə deyin görək müəllimə, müəssisələrdə metalları xromlayan, nikellə örtən fəhlə peşəsinə nə deyirdik? Metalloklar. Buna deyirdik metalloklar. Tamam, doğrudur. Yaxşı, həll edicilər necə cür olurdu? Bəli, Sədə müəllimə. Bu saat siz sual verdiniz, o kernerlə yapışdırırdınız. O hansı sual idi? O sualımız müəllimə, kran başlıqları əgər dedik ki, uğulduyur, titrəyirsə, orada biz bəli, kran başlığını dəyişirdik. Dəyişdikdən sonra kimdədir bu görüntü açıldı? Dəyişdikdən sonra müəllimə qapaq siz Sədə müəllimə, hə. Kran başlığı şpindeldə yaxşı oturmurdusa, o zaman deyirdik ki, şpindeli çəkic zərbələri ilə diametrini azaldırdıq, sonra qapağı şpindellərin deşiyinə taxırdıq, kenerlərdə deşiyi yastılayırdıq. Yəni taxandan sonra kener nazik bir şeydir də, sonra həmin o deşikdə başlayırdıq o əydiyimiz, yasladığımız yeri yenidən dairə halına salmağa. Kerner orada bir ağlımıza geldi. Orada kerner var ki. Bəli. Var. Bəli, kenerlə deşiyi yastalamaq lazım idi. Yaxşı, bəs müəllimə, bel üçün dəstək hansı oduncaqdan hazırlanırdı? Şam ağacından hazırlanırdı. Bir də sonra sualım başqa idi. Həll ediciləri soruşmuşdum. Neçə cür olurdu müəllimə? Həll edicilər 2 cür idi müəllimə. Su üçün olan, su üçün olmayan. Tamam, doğrudur. Yox, su üçün olan, su üçün olmayan nə dediniz? O qatranı dediniz. O qatran idi müəllimə, o qatran. Həll edicilər təbii və süni olurdu müəllimə. Təbii və süni olur həll edicilər. Aysil müəllimə, yaxşı, kətan yağı təbiidir yoxsa süni həll edicidir? Təbiidir müəllimə, təbii. Təbii həll edici. Bəs sunilərə nələr daxil idi?
Elə bil o dərsi mən yadımdan çıxartdım. Müəllimə neft emalından əldə olunan məhsullar idi ki, suni həll edicilərə daxil idi bunlar. Bəs müəllimə, o bilirsiniz hansı dərsimiz idi müəllimə? Bu elə bayaqlarım sual verdim ki, nikkel, xromlama işini orada metallurqlar yerinə yetirirdi. Sonra rənglənmiş sətin ençəsinin xətt şeyi var idi, görüntüsü var idi. Bildiniz hansı? Mənə o 9-da deyil. Hansı? Xromlama zad. Xromlama burada deyil. Metalın sətini xromlayan, nikkellə üzləyən fəhlə peşəsinə metallurqlar deyirik. O bu dərsimizdə var idi 6-cı sinifdə. Metallurqlar görür. Xromlamanın mən elə biləm 9-dadır. Xromlamanın gedişatı 9-dadır ətraflı şəkildə. Amma o işi kimlər yerinə yetirir? O burada da var ki, metallurqlar bu işi yerinə yetirir. Sizə gələk müəllimə, bir dənə də drildən danışaq görək. Asiyə müəllimə, siz deyin görək, reduktor mühərrikin sürətli fırlanmasını deyirdik, dərhal dayandırır. Bu zamanda drillərdə dövrlər sayı artmağa başlayır. Bu hansı drilin iş prinsipi idi? Bu müəllimə dəyəcləyicisiz drilin. Siz, tamam, doğrudur. Hansı səthlər üzərində dəyəcləyicisiz dril deşik açmaq qabiliyyəti yox idi? Beton üzərində. Aha. Bəs dril özü necə bir alət idi müəllimə? Dril müəllimə deşiklərin açılması üçün nəzərdə tutulmuşdu, mexanikləşdirilmiş alət idi. Elektrik forması var idi mi? Təbii, doğru. Elektrikləşdirilmiş də var idi. Daha doğrusu elektrik həm də mexanikləşdirilmiş drillərimiz var idi. Yaxşı, ilk bu elektrik drilləri neçənci ildə kim tərəfindən icad olundu? 1895-də Wilhelm Fein tərəfindən icad olunmuşdu. Bu da doğrudur. Yaxşı, mebelləri daha tez, rahat yığmaq üçün xarratların ən rahat bildiyi drilimiz hansı idi? Şurufurladan. Tamam, doğru. Bu da şurufurladanımız idi bizim. Bəs siz deyin görək, kərtişlərinə görə yeyələrin formaları? Bir qatlı, iki qatlı, törpülü. Bir də törpülü olurdu. Sol əlimiz yeyənin kənarından hansı məsafədə tutulurdu? 20-30 millimetr. Bəs çəkici necə tuturduq? Uc hissəsindən dəstəyinə doğru hansı məsafədə tuturduq? Uc hissəsindən, o da 20-30. 20-30 millimetrdir. Yaxşı, bəs müəllimə, qan damar sistemimizi, mədə-bağırsaq sistemimizin işini yaxşılaşdırırdı, müqavimətimizi artırır, immunitetimizi yüksəldirdi. Bunlar nə idi? Qan damar müqavimətimizi artırırdı, immunitetimizi yüksəldirdi. Vitaminlər, minerallar. Mineral maddələr idi. İmmunitet deyirsə mineral maddələrdir. Hamının səsi bilmirəm, yəqin məndə də o var da. Yəni o əvvəlki səslərimiz heç kəsdə qalmayıb. Hamı zorla danışır, hamı yaman.